Bu videoda sizə Maxim taksi proqramından necə qeydiyyatdan keçib taksi sifariş verə bilərsiniz, onu izah edəcəm. İlk növbədə Maxim taksi proqramını telefonuna yükləyib proqrama daxil olursunuz. Proqrama daxil olduqdan sonra sağ aşağı küncdə olan menu bölməsinə keçid edib, ən yuxarıda olan avtorizasiya olunmaq bölməsinə klik edirsiniz. Açılan bu səhifədə öz telefon nömrənizi qeyd edirsiniz, daha sonra davam et butonuna klik edirsiniz. Həmin telefon nömrəsinə göndərilən 4 rəqəmli şifrəni daxil edib qeydiyyatınızı tamamlayırsınız. Qeydiyyatdan keçdikdən sonra sol aşağı küncdə olan əsas səhifə bölməsinə geri qayıdıb, əgər olduğunuz adresdən taksi sifariş vermək istəyirsinizsə, sağ tərəfdə olan ox işarəsinə bir dəfə toxunursunuz və proqram avtomatik olaraq sizin olduğunuz məkanı dəqiq olaraq qeyd edir. Daha sonra aşağıda olan hara gedəcəksiniz butonuna klik edirsiniz. Axtarış üçün ünvanı daxil edib bölməsinə isə getmək istədiyiniz ünvanı yazırsınız. Getmək istədiyiniz ünvanı yazdıqdan sonra aşağıda açılan seçimlərdən həmin ünvanı seçirsiniz. Daha sonra nağd pul ödənişi bölməsindən ödənişin nə ilə olacağını seçirsiniz. Həmin bu bölməyə daxil olduqdan sonra əgər ödəniş nağd şəkildə olacaqsa olduğu kimi qalır. Yox, əgər kart vasitəsilə ödəmək istəyirsinizsə, kart əlavə etmək butonuna klik edirsiniz. Daha sonra kartınızın 16 rəqəmli PAN kodun, kartın bitmə tarixin və kartın arxasında olan CVV kodu yazıb kartınızı əlavə edirsiniz və beləliklə ödəniş sizin kartınızdan çıxır. Ödəniş bölməsini təsdiq etdikdən sonra ikinci seçim hansı cür taksi sifariş etməyinizə bağlıdır. Ekonom bölməsinə daxil olaraq buradan ekonom, komfort və saat hesabatı ödənişini seçə bilərsiniz. Komfort nisbətən qiymət daha artıqdır. Saat hesabatı ödənişi isə əgər bir neçə ünvana gedəcəksinizsə bunu seçirsiniz. Niyə? Çünki belə olduğu halda taksinin qiymətini qeyd etdiyiniz məkanların sayına görə yox, taksidə olduğunuz müddətə görə hesablayır. Bu da daha az məbləğ edir. Deyək ki, siz özünüz üçün taksi yox, hər hansısa bir bağlamanın çatdırılması üçün taksi sifariş verirsinizsə, həmin bu bölmədən çatdırılma seçimini seçirsiniz və qarşınıza iki seçim çıxır. Kuryer vasitəsilə sənədlərin, bağlamaların və malların daşınması. Həmin bu bölməni seçib, əgər kuryerə əlavə məbləğ ödəniş etmək istəyirsinizsə, burada çay pulunu aktiv edib, aşağıdan məbləği seçirsiniz. Bu öz şəxsi işinizdir. Və həmçinin əlavə məlumat bölməsinə də kuryerə deyiləcək məlumatları yazıb sifariş et butonuna klik edərək sifarişinizi təsdiq edə bilərsiniz. Yox, əgər kuryerin hər hansısa bir məhsulu birbaşa dükandan alıb gətirməyin istəyirsinizsə, aşağıdakı seçimi seçib, buradan əlaqə nömrənizi qeyd edirsiniz. Daha sonra isə əlavə məlumat bölməsinə kuryerin mağazadan alıb gətirəcəyi məhsulların siyahısını yazıb ödənişinizi edirsiniz. Üçüncü xidmət isə ayıq sürücü və mühərrikin işə salınmasıdır. Əgər sizə ayıq sürücü lazımdırsa, xidmətlər bölməsindən ayıq sürücünü seçirsiniz, sifariş verirsiniz və olduğunuz yerə ayıq sürücü göndərilir. Yox, əgər mühərrikin işə salınması, məsələn, avtomobiliniz yolda xarab olubsa, akkumulyatorunda bir problem yaranıbsa, mühərrikin işə salınması xidmətini seçib, beləliklə usta sifariş etmiş olursunuz. Əgər siz əvvəlcədən taksi sifariş etmək istəyirsinizsə, bu da Maxim proqramında mümkündür. Gedəcəyiniz ünvanı təsdiq etdikdən sonra sağ tərəfdə olan saat işarəsinə daxil olursunuz. Daha sonra sifariş edəcəyiniz tarixi buradan seçirsiniz. Məsələn, 17 yanvar səhər saat 07:20. Bu o deməkdir ki, yanvarın 17-si 8-ə 20 dəqiqə işləmiş. Avtomatik olaraq sizin taksiniz sifariş ediləcək, heç bir müdaxilə edilmədən və göstərdiyiniz ünvana doğru hərəkət edib sizi məntəqə başına çatdıracaq. Detallar bölməsindən isə bir neçə seçimi aktiv edə bilərsiniz. Əgər özünüzdə əlavə yük varsa, buradan bagaj bölməsini aktiv edirsiniz. Yanınızda hər hansısa bir heyvan varsa, buna görə əlavə 50 qəpik ödənişi var, onu aktiv edirsiniz. Kondisionerli maşın istəyirsinizsə, bunu da aktiv edirsiniz. Əlavə 30 qəpik xərci var. Ən yuxarıda olan qiymətin artırılması bölməsində isə sürücüyə əlavə pul təklif edərək sizin sifarişinizi birinci çatdırılmasını tələb edirsiniz. Əgər yükünüz ağırdırsa və sürücünün sizə kömək etməsini istəyirsinizsə, sürücünün köməyi butonunu da aktiv edirsiniz. Bu da 1 manat əlavə ödəniş tələb edir. Burada göstərilən seçimlərdən heyvanlar və sürücünün köməyi istisna olmaqla qalan heç biri məcburi deyil. Bütün bunları seçdikdən sonra sifariş et butonuna klik edirsiniz və proqram sizin üçün ən uyğun taksini axtarır, tapır. Sifarişi ləğv etməkdən ötürü isə sağ tərəfdə olan ləğv et butonuna klik edirsiniz
və fikrimi dəyişdim və yaxud digər bu iki seçimdən birini seçib sifarişinizi ləğv edirsiniz. Bütün gedişlərinizdə aşağı hissədə olan sifarişlər bölməsində öz əksini tapır, yəni tarixçədə qalır. Və onu da qeyd edim ki, əgər sizin olduğunuz məkanın yaxınlığında böyük bir supermarket və yaxud hər hansısa bir ictimai bir obyekt varsa, görüş yeri bölməsinin üzərinə toxunub həmin məkanın adını qeyd edirsiniz. Məsələn, yazırsınız ki, mən parkın qabağındayım. Və avtomatik olaraq sürücü də sizin bu yazdığınız mesajı görür və həmin məntəqədə yerləşən parkın qarşısında sizi axtarır. Bu proqramdan istifadə etmək üçün internet lazımdır. Əgər sizin internetiniz yoxdursa, operator vasitəsilə də sifariş edə bilərsiniz. Yəni ulduz 40-40-a zəng edərək internet olmadan da sifarişinizi həyata keçirə bilərsiniz.